Xoş gördük əziz dinləyicilər. İran-Amerika müharibəsi əsnasında bilirsiniz ki, bu regionda kifayət qədər hibrid, kifayət qədər troll şəbəkəsinə malik olan Rusiya və İrandır ki, bunlar istənilən formada məğlub olduqda belə bu troll şəbəkələri ilə, hibrid müharibə ilə bu informasiya davasında qarşıya keçmək istəyirlər. Burada Amerika və İran arasında olan fərqlərdən biri ondan ibarətdir ki, Amerika üçün insanlar çox önəmlidir, yəni öz əskərindən söhbət gedir. Amma İran üçünsə xalq və öz əhalisi önəmli deyil. Ona görə də orada hər gün insanlar, hər gün rəhbərlik, hər gün general ölür. Amma Amerika üçünsə bu doğrudan da çox böyük faciədir. Bir neçə gündür ki, bilirsiniz, Amerikanın F-15 təyyarəsi vurulub və buradan çox böyük bir propaganda həyata keçirilir İran. Halbuki bunlar normal bir şeylərdir. Əgər müharibə baş verirsə, sən İsraili də vuracaqsan, sən Amerikanın təyyarələrini də vuracaqsan və s. və ilaxır. Çünki müharibədirsə bunlar çox normal bir şeydir. Bunu F-35 kimi də göstərdilər. Bunun üstündə çox böyük bir propaganda maşını işlədi. Bununla işimiz yoxdur, amma əsl həqiqət ondan ibarətdir ki, Amerika öz F-15'ini itirmişdi. F-15 də 4-cü nəsildir, yəni yeni nəsil qırıcı sayılmır. Amma burada bir dənə də fakt ortaya çıxdı. Bir fakt ondan ibarətdir ki, Amerikanın təyyarələri, qırıcı təyyarələri İranın ən yaxın səmasında belə uçurlar. Bu o deməkdir ki, Amerika bildirdiyi formada bizdə İran səmasında heç bir təhlükə yoxdur. İran səmasına tam surətdə nəzarət edirik. Bunun açıqlaması oldu. Çünki bəzi insanlar hətta tüfənglə belə hansısa qırıcıya atəş açırdılar. İkinci isə burada F-15'in vurulmasından sonra iki yüksək çinli, yəni polkovnik, biri polkovnik olmaqla İki F-15'i idarə edən pilotunu itirdim. Necə itirdi? Katapult edərək İran səmasına, İran torpaqlarına düşdü. Bunun birini Amerika deməli xilas etmişdi. İkinci isə polkovnik olmaqla, bu da yaralıydı. Bunun xilası məsələsi ortaya çıxdı. Bilirsiniz, bu bir növ mənə biraz da Serbiya müharibəsini xatırladır. Eyni o formatda da bir kino da çəkilib inənə qədər. Çox maraqlı kinolardan biridir. Və bu gün də Amerika çalışdı ki, öz əskərlərini oradan çıxartsın. Amma İran propagandası öz ərazisində, öz dağlarında, öz regionda bütün insanlarını ora saldı, xalqı ora cəlb etdi. Hər kəsi o pilotları tutarsa ona mükafat veriləcəyini belə dedi, amma öz ərazisində, öz dağlarında bu pilotu tuta bilmədilər. Amma Amerika çox unikal bir formada əməliyyat keçirərək öz pilotunu xilas etdi. Yəni bunu həqiqətən əgər İran tutsaydı, burada böyük bir propaganda istifadə edə bilərdi. Amerika üçün, Trump üçün həqiqətən bu sarsıcı bir zərbəyə çevrilə bilərdi, amma yenə də bacarmadı. Öz torpağında bunu belə bacarmadı və Amerika öz pilotunu nəhayət oradan çıxartdı. Yəni, mənim demək istədiyim məsələ ondan ibarət ki, bu bizə o mesajı verir ki, həqiqətən burada Sepahın və İran trollarının deməyindən asılı olmayaraq Amerika İranın istənilən formada istənilən ərazisinə nəzarət edir və bu bir daha Amerikanın nə qədər texniki imkanlara sahib olduğunun göstəricisidir. Sənin ərazində, sənin dağlarında öz pilotunu istədiyi formada gəlir, götürür, xilas edir, amma sən bütün əhalini ola salaraq, nə bilim, əhalinin az qala 5-dən 5-i Sepah üzvü olmasına rəğmən, bəsic üzvü olmasına rəğmən sən bu pilotu tuta bilmə. Əgər tuta bilsəydilər pilotu, böyük bir propaganda olaraq bundan istifadə edə bilərdilər. Təşəkkür edirəm.